Çok gözəl libasınız var, keyfiyyətli iş görürsünüz. O uşaqlar hardadır? Biz bilirik ki, çox böyük problem insan alverində var. Biz bütün uşaqlarla məşğuluq əslində. Ümumiyyətlə bizim xalqımız çox xeyirxah Bəli. xalqdır. İkinci mövzu mən həmişə, mənim özümün də maraq göstərdiyim poeziya məsələsidir. Maraqlı bir yanaşmadır əslində. Poeziya mənəvi qidadır. İndiki dövrdə natəvanlar, nə bilim, vahidlər gəlirmi sizin fikrinizə görə, yoxsa yox? Trampın səsi ilə də şeir deyəcək Bəli, sizə. bəli. Mayakovski də yazmışdı hansısa musiqi üçün. Day after Bəli. day məsələsi. Day after day, bəli. O sifariş deməzdim. Sadəcə əslində Mozartda da sifarişlə yəni sifarişlə yazdırırdılar. Heç kim o sualı vermir. Deyirlər ki, geyimə görə onu qarşılayırlar. Düzdür? Misal üçün Bu arada buna mötərizə açaq, ona mən fərqli yanaşmam. Bir bədən dili eksperti olaraq bəli, bəli. fərqli Mən yanaşacağam baxıram ona. sizin videolarınıza, çox maraqlıdır. Copywriting ümumiyyətlə bu dəqiqə çox böyük zərər çəkir. Ona görə ki, AI. GPT var. AI məsələsi. Və bəli, biz scroll çox tez O eləyirik. dəhşətdir, yəni. Belədir. Hara gedirik yaxşı belə? Zərxam salam, necəsiz? Salam, yaxşıyam. Siz necəsiniz? Əla. Sizi gördüm lap yaxşı oldum. Çox sağ Çox olun. gözəl libasınız var. Təşəkkür eləyirəm. Biraz 13 il fashionda işlədiyimə görə biraz fashionla bağlı olan mövzulara sakit dayana bilmirəm. Həqiqətən də çox gözəl zövqünüz var. Sizi təqdim edəndə həmişə fikirləşirəm ki, hardan başlayım, harda qurtarım da, amma bir sözlə ifadə edə bilərəm ki də keyfiyyətli iş görürsünüz. Həqiqətən də Çox sağ olun. istədiyiniz poeziyanız, yəni PR fəaliyyətiniz, həqiqətən də tam səmimi deyəcəm sizə. Sıx kontaktımız da olmasa uzun illərdir bir-birimizi tanıyırıq, amma həqiqətən də peşəkar və keyfiyyət əmsalı dedikdə siz ilk yada düşən simalardansınız. Yəni bu mənim üçün bir qürur verir mənə bu. Həmçinin podkastda da ona görə dedim ki, yəni biz maraqlı bir söhbət eləyək sizinlə. Təşəkkür eləyirəm. Mən Çox sağ olun. təşəkkür edirəm, çox sağ olun. Uşaqlarla bağlı başlayacağam. Siz Azərbaycan Uşaq Fondunun rəhbəri olaraq çalışırsınız. Bir statistika oxumuşam. UNICEF-in bir statistikası var ki, hazırda 333 milyon, bəlkə aşağı, bəlkə yuxarı uşaqlar münaqişə zonasındadır indi. Yəni hazırda dünya miqyasında olsun, yəni lokal formatda olsun. Bununla bağlı təşkilatlarınmı məsuliyyətidir bu, yoxsa ölkənin özünün məsuliyyətindədir ki, yəni bu prinsipdə bu problemləri aradan çıxartsın və problemlər tam da aradan getməsə, heç olmasa biraz yumşalsın. Mənə peşəkar rəy lazımdır bu məzmunla bağlı. Maraqlı sualdır. Əslində, bəli, dediyiniz kimi müharibələr çoxdur hal-hazırda və ən pis o məqamdır ki, uşaqlar bu Münaqişə. münaqişələrdən çox zərər çəkir. Onlar müharibələrin qurbanıdırlar və əlbəttə ki, bununla həm böyük təşkilatlar məşğul olmalıdır, həm ölkə daxili təşkilatlar, həm dövlətlər özləri. Belə də çalışırlar etsinlər, lakin biz görürük ki, yenə də çox uşaq qalır havada, belə deyərdim. Çünki valideynləri itirənlər çoxdur. Onların taleləri necə onun sonra yəni qurulur, onlar harda ümumiyyətlə öz həyatlarını davam etdirir, necə? O çox böyük suallardır. Bir belə məsələ var ki, misal üçün bizim 90-cı illərdə müharibəyə görə çoxlu uşaqlar var idi və bizim Azərbaycan Uşaq Fondu məhz bununla yaxından yəni məşğul idi və o uşaqları həm internatlara biz yəni fond yerləşdirirdi və ümumiyyətlə onların taleləri ilə məşğul olurdular. Lakin bu dəqiqə misal üçün keçən il biz müharibənin adını deməyəcəm, ölkənin adını da deməyəcəm. Onlarla maraqlandıq. Bir qrup uşaqlar var idi, hansı ki, internat belə deyim, sökülmüşdü müharibəyə görə, vurulmuşdu daha dəqiq desək və biz maraqlandıq ki, o uşaqlar hardadır? Anladım. Çünki bir iş adamı var idi digər ölkədən. Dedi ki, onları tapsaz, onları bu ölkəyə siz gətirə bilsəz, mən onlar üçün ev tikəcəm və evə dayə götürəcəm və o uşaqların hardasa 20-30 nəfər var idi. Belə məlumat var idi. Wow. Lakin biz dərindən onunla məşğul olmaq istəyəndə başa düşdük ki, o uşaqların yəni o uşaqlar artıq
hansısa ölkəyə yönəldilib və ümumiyyətlə, yəni biz, gördüyümüz məlumat, yəni sosial şəbəkələrdə gördüyümüz məlumat tam əksi idi. A, təhrif olmuş Bəli, məlumat. bəli. Yəni və o məlumatlar çoxdur. Hətta, bəzi ölkələrin rəsmi, belə deyim, çox, hörmətli, xəbər saytlarında gördüyümüz, bəzi o xəbərlər düzgün olmur. Hı, Lakin, həm Avropada, həm digər ölkələrdə biz bilirik ki, çox böyük problem insan alverində var bəli. və ən böyük problem məhz uşaqlardadır və bu müharibələrdən, istifadə edib, belə deyək, pis adamlar bundan istifadə edir və uşaqları, insan yəni, Orqan ticarəti orqan əsasən. ticarətinə yönəldirlər və, bu halları da biz öyrənəndə artıq çox məyus olduq və, başa düşdük ki, biz, ölkə daxili bir təşkilat olaraq, hələ də o qədər güclü deyilik ki, digər ölkələrdə uşaqlara kömək edək və onların taleyinə hansısa Münasibət bildirək. Bəs münasibət yerli və platformada iş mübadilə. gedir də, hə? Yəni iş gedirsə, necə gedir? Yəni mənə maraqlıdır. Doğrudan da o xilas edə bilirikmi? Yəni, o bəzi uşaqlar var ki, hazırda yəni atasız, anasız böyüyürlər və yaxud bəlli bir xəstəliklərdən əziyyət çəkirlər, valideynləri onları ötürür, həmin Hı hı. xəstəxanalarda yaşayırlar. Yəni o qayğı necə baş verir? O proses həqiqətən də məsələn mən baxıram sizin sosial şəbəkələrinizdən, hər gün harda hansısa bir, mərkəzdəsiz də, hansısa bir, iş görürsünüz. Amma mənə biraz bunun o içi lazımdır. Onun haqqında biraz da detallı danışsanız həqiqətən də düşünürəm ki, maraqlı olar. Əslində bizim Azərbaycan Uşaq Fondu, biraz tarixini Buyurun, danışım. buyurun. 88-ci ildə, Sovet Uşaq Fondunun filialı kimi Hımm, təsis olunmuşdu. 91-ci ildə isə artıq müstəqilliyi bərpa edəndən sonra Azərbaycanın müstəqilliyini, bizim fondumuz da müstəqil oldu. Və Azərbaycan Uşaq Fondu olaraq biz bütün uşaqlarla məşğuluq əslində. Yəni, hansısa yaradıcı a, başa uşaqlarla, düşdüm. təhsilə yardım və sairə və ilaxır. Sadəcə bu dəqiqə, yəni biz, artıq yeni komanda olaraq 3-cü il yarım belə deyək, çalışırıq ki, bu, fondu bərpa eləyək. Hı hı, Çünki fond çox, belə deyim, yaxşı vəziyyətdə deyildi hı hı. və ümumiyyətlə əvvəllər 90-cı illərdə onun, Himayəçilik Şurasında, idarə heyətində, nazirlər var idi, mühüm şəxslər var idi. Hansılar ki, belə deyim ki, onlar həm maliyyə baxımından bu fonda, Dəstək verirdilər. sərmayələr bəli, dəstək olurdular və ümumiyyətlə bütün təşkilatlar, bütün dövlət strukturları bu fonda, dəstək Hı olurdular. hı. Hal-hazırda vəziyyət biraz başqadır. Çünki bizim, fondumuz qeydiyyatda qeyri-hökumət təşkilatı kimi, qeyd Gedir. olunub Aha, və, 77 filialı var idi. Hal-hazırda 43 filialı var Azərbaycan regionlarda, üzrə. bəli, Aha. Azərbaycan üzrə. Onları da bərpa etmək üçün əlbəttə ki, bizə büdcə Ciddi maliyyə lazımdır. lazımdır. Maliyyə lazımdır. Hal-hazırda onun üstündə çalışırıq. Çünki əlbəttə ki, dostlarımız var, onlar da dəstək olurlar, amma biz belə deyərdim də, ümumiyyətlə bizim xalqımız çox xeyirxah Bəli. xalqdır və çalışırlar hansısa problem görəndə, hansısa uşaqla bağlı, bir məsələ görəndə hansısa iyanə edirlər. Lakin bu iyanələr, çox belə, nöqtəyə vuran Böyük iyanələrdir. məsələləri həll eləmir, hə? Əlbəttə ki, amma biz çalışırıq ki, böyük proqramlar edək, dediyiniz kimi hansısa misal üçün müharibələrdən qalan, o uşaqlara, himayəsiz qalmış uşaqlara dəstək olaq, digər uşaqlara dəstək olaq və böyük proqramlar quraq Hı onun hı. üçün. Çünki biz misal üçün deyim, Qızıl Aypara ilə işləyirik. Onların uşaqları məhz o münaqişələrdən sonra, qalan uşaqlardır, himayəsiz qalan Aha. uşaqlardır və, çətinlik ondadır ki, əlbəttə ki, onlar da çalışırlar nəsə etsinlər o uşaqlara. Biz də çalışırıq, hansısa tədbirlərə dəvət edirik və sairə. Sadəcə onlarla iş çox, sıx getməlidir və
dayanmadan getməlidir. Yəni psixoloqlar olmalıdır, danışmalıdırlar, müəyyən proqramlar olmalıdır onlar üçün. Çünki onların psixoloji, belə deyim, psixoloji durumu yaxşı olmur, Deyil. əlbəttə ki. Və ona görə də bu sxematik bir şəkildə olmalıdır. Çalışırıq, edək. Nə vaxt olacaq, onu deyə bilmərəm. Məncə işin başında sizsinizsə, məncə qısa müddətdə həll olunacaq. Çünki Çalışar. həqiqətən də çox belə aktiv fəaliyyətiniz var. Zərər xanım, mən sizi həmçinin dediyim kimi də bir neçə fəaliyyətiniz var ki, onlar həmişə mənim marağıma səbəb olur. Düzdür, PR haqqında danışacağıq, amma ikinci mövzu mənə həmişə mənim özümün də maraq göstərdiyim poeziya məsələsidir. Çünki bilmirəm, kənardan çox adam deyir ki, o tip adama oxşamır, amma mən poeziya ilə çox ciddi maraqlanan adamam. Qəzəl janrını çox sevirəm. Oxuyuram. Hətta masamın üzərində həmişə mənim Əliağa Vahidin kitabı var və demək olar ki, hər gün də olmasa ən azından bir 5 gündən bir, 7 gündən bir demək olar ki, vərəqləyirəm və sanki oxuduqdan sonra fikirlərim daha rəngli olmağa başlayır. Daha biznes idarə etməm daha koloritli olur, nəinki texniki. Poeziya ilə bağlı, yəni poetik insanların daha uğurlu olması deyilən bir şey var. Bilmirəm bu nə dərəcə doğrudur. Yəni poetik düşüncəsi olan insanlar daha çox həll yolu tapa bilirlər. Daha çox solution maker deyirlər də ona da həll yolunu tapan tip olurlar. Fikriniz necədir bu mövzu ilə bağlı? Maraqlı bir yanaşmadır əslində. Mən belə deyərdim. Mən deməzdim ki, mən misal üçün sizin simanızda görürəm ki, insan poeziya ilə maraqlı, yəni maraq Maraqlanmır. göstərmir. Əksinə, misal üçün sizin elə xarici görünüşündən demək olar ki, siz zövqlü insansınız. Yəni zövq nədən püxtələşir? Mənəvi qidalardan. Bəli. Və poeziya mənəvi qidadır məncə və ümumiyyətlə insanlar hansılar ki, poeziyanı həm misal üçün özləri də şair kimi yəni özünü görürlər, Yazırlar. yazırlar nə isə və oxuyurlar, maraq göstərirlər. Məncə bu insanlar daha çox obrazlarla belə fikirləşə bilirlər. Obrazlarla Qəşəng. fikirləşəndə insan o daha maraqlı hər işə yanaşacaq. Hər texniki işə Əla. o daha maraqlı, daha Rəngli, digər rəng qatacaq bəli, mövzuya. həm rəng qatacaq, həm digər elə bil ki, digər nöqtədən baxacaq məsələyə. Hə, Misal fərqli nöqtə nəzər baxacaq ona. bəli, fərqli nöqtədən baxacaq. Okay, əla. Yəni yaxşı, bəs belə bir şey deyərdim. Müasir poeziya bazarı var da, belə bazar deyək də. Yəni yazarlar var, belə məhəlli xarakterli yazanlar da var da. Ümumiyyətlə poeziya mədəniyyətinin, bu sahənin hazırdakı durumu sizi bir şairə kimi də belə deyək də. Mən bunu həqiqətən də ürəkdən deyirəm şairə, çünki Çox sağ ol. yazdıqlarınız doğrudan da keyfətlidir. Qane edirmi? Yəni qane edirsə də, etmirsə hansı məqamlarda boşluq görürsüz? Ümumiyyətlə indiki dövrdə Natavanlar, nə bilim Vahidlər gəlirmi sizin fikrinizə görə, yoxsa yox? Artıq o dövr getdi. Belə deyərdim, mən yazmağa başlayanda uşaq idim. Sonra Aha, hardasa birinci kitabım 2011-ci ildə nəşr olunmuşdu və o ərəfədə 2011. bəli, Wow. 11-ci ildə birinci deməli sbornik yazıblıq. Külliyat. Sbornik külliyat Yə- deyir. Yığma. Okay, sbornik. Ha. Nokta. Birinci şeirlər toplusu Toplusu. Aha. 2011-ci ildə nəşr olunmuşdu və o ərəfədə mən görürdüm ki, ümumiyyətlə poeziyaya o qədər maraq yoxdur. Çünki Aha. belə bir keçid dövrü idi. Sosial şəbəkələr yeni yəni həyatımıza daxil olurdu və mən öz tərəfimdən çalışdım yenilik eləyim. 1-2 klip elədim Mhm. şeirlərlə. O ərəfədə o yenilik idi. Hal-hazırda belə deyim, sosial şəbəkələrdə əgər misal üçün siz hashtaglara girsəz, poeziya və s. çoxdur. Yəni həddindən artıq çoxdur. Həm özləri yəni Həm də ki yazarlar, deyirlər, həm şeir kim deyirlər. deyir, yəni natiqlər çoxdur. Həm də ki, misal üçün indi AI istehsalı Hər var. şey Yəni Trumpın səsi ilə də şeir hətta deyəcək bəli, sizə. bəli, öz
AI yazdığı şeiri də deyəcək və ona görə də əlbəttə ki, hal-hazırda belə deyərdim, hardasa 10 il əvvəl çox sevinirdim ki, şairlər üçün bu, çox gözəl fürsətdir ki, sosial şəbəkələrdə öz poeziyanı göstərmək, art üslubunda göstərmək. Amma hal-hazırda elə bil ki, çox sferada olduğu kimi həm poeziyada, sosial şəbəkələr elə bil ki, onu məhz dediyiniz bazara, amma çox pis mənada bazara, Bayağılaşıb, yəni bəli, demək istəyirsiniz. bazara, çevirib və, orda seçmək çox çətindir. Misal üçün, bir uşaq böyüyür, açır, baxır, o necə başa düşsün bu yaxşı poeziyadır, yoxsa Əla yaxşı mövzudur. deyil Hımm. və ona görə də yenə də qayıdırıq təhsilə ki, təhsil bu, məqamda çox vacib bir məqam, yəni, Hı hı. məsələdir. Çünki müəllimlər, valideynlər onu yönəltməlidir ki, bu poeziya normal poeziyadır, bu bayağıdır. Bu misal üçün, okey, misal üçün Mayakovski də yazmışdı hansısa, belə deyim, na başqa sözlərlə. Amma orda məna var. Razıyam. Və əlbəttə ki, uşaq, yəni yeniyetmə, o başa düşməlidir hansı poeziya doğrudan da həqiqətən onun üçün nəsə gətirə bilər, hansı deyil. Deyil. Yəni mən, nəyə görə sual verirəm bunu? Çünki, bu həmçinin bir kommersiyadır. Çünki O da var. mən tarixdə belə bir fakt oxuyurdum ki, saray şairləri var idi. Amma həmçinin tutaq ki, Əli Ağa Vahidin həyatını oxuyanda baxırdım ki, tutaq ki, hansısa bir, nə bilim, tacir, hansısa bir oliqarx gəlirdi, sifariş Hı verirdi. Tutaq hı. ki, nə bilim, qızına aid bir şeir və indi baxıram ki, tutaq ki, atıram da Leyla adlı bir qızı var idi və tutaq ki, o ada uyğun qəzəli yazırdı. Həmin qəzəl artıq şəxsidən çıxıb ictimaiyə formalaşırdı. Bəli. Yəni təkcə bir nəfərə aidlikdən yox, artıq çıxırdı ki, hə, Leyla adlı tutaq ki, bu qəzəl fantastik qəzəldir və kütləviləşirdi. Yəni indi bu biznes varmı? Ümumiyyətlə belə bir sifarişmi deyək? Bunun bir kommersiya tərəfi var, yoxsa sadəcə insanlar yəni indi yazır və hardasa qiraətçilər oxuyur və oxumur? Yoxsa bu fərqli bir məzmundadır? Maraqlı mövzudur, və məncə, yəni öz şəxsi hansısa, belə deyim, ııı, rastlaşdığım Təcrübədən. təcrübədən danışacağam. Bəzi sifarişlər var idi, bəzən, amma, çox da belə mənə gələn sifarişlərin içində daha çox mahnılar üçün Hə, musiqi sözdür, üçün. musiqi O day üçün, after bəli. day məsələsi. Day after day, bəli, o sifariş, deməzdim. Sadəcə, O yəni belə fərqli bir şeydir artıq. fərqli bir, məqam olmuşdu. Amma, ümumiyyətlə, yəni sifarişlə də yazanda dediyiniz kimi hərdən bir elə olur ki, mövzu çox yaxındır insana və hətta hansısa şəxsə o həsr olunubsa, yəni olunanda da belə, digər, yəni ümumiyyətlə kütləvi, şəkildə sevilən bir şeirə, çevirə Çevrilə bilər. bilər. Və ümumiyyətlə belə, bilirsiniz, bütün, incəsənət növləri də belədir. Əslində Mozartda da sifarişlə, Bəli, yəni sifarişlə yazdırırdılar hansısa simfoniyaları, operaları sıfırdır, bəli. və hal-hazırda onları biz ancaq və ancaq dünya, mirası kimi qəbul eləyirik. Ona Bəli, görə razıyam. belə də olur. Amma o, eee, 2-ci sualınıza, yenə də qayıdaraq mən deyərdim ki, belə insanları indi tapmaq, onları Çətindir. çox çətindir. Hımm. Yəni onlara da çətindir çıxmaq ictimaiyyətə, çünki çox, belə deyim də, Bazar bazar olub. bazar bazar çox, eee, Keyfiyyətsizləşib demək bə istəyirsiniz. bəli. Təxmin elədim onu. Əlbəttə bunu, biri var təxmin, bir də var ki, mövzunun içində olan bir adamın, dilindən eşitmək mənə, daha çox, belə deyək, bu fikri gücləndirdi. Zərər xanım, PR mövzusundan danışaq sizinlə. Danışaq. Şirkətiniz var PR mövzusunu, PR-la məşğul olan Bəli. Gamma Agency səhv etmirəmsə. Gamma Group artıq Gamma belə Group, gedir. əla. Agency bildim, amma qrupa çevrildi bu artıq. Bəli, Gamma Agency kimi başlamışdıq, sonra Gamma Group oldu. Artıq, bütün fazanı əhatə edirsiniz də, PR-dan başqa bütün Bəli, fazanı bəli. əhatə edirsiniz. Çünki konsaltinqa da başladıq, Wow. eventlər öz yerində, ona görə də biraz genişləndik.
Good, very Çox good. sağ olun. PR-la bağlı, Hı yəni, hı. məsəl üçün mən bir statistika oxuyurdum Harvard Business Review-da ki, bir şirkətin, özünün fəaliyyəti haqqında ilk gündə buraxdığı PR uğurlu olursa, ilk gündə Hı buraxdığı hı. PR əgər uğurlu olarsa, şirkət burdan 40% imicini demək olar ki, xilas etmiş olur. Yəni 40%-ə qədər, belə deyək də, marketinq, kostdan, ekonom edə bilir, qənaət edə Hı bilir də. Mən bilmirəm ki, təxmin edirəm, amma mənə maraqlıdır peşəkar rəyi. Hazırda PR mədəniyyəti, şirkətlərdə necə qurulur? Vəbşə qurulma tendensiyası sizi qane edirmi? Yoxsa "A bala, dur orda 2 dənə, get filan, sayta 2 dənə xəbər ver, bu PR-dırmı? Yoxsa PR strategiyası şirkətlərdə həqiqətən də yazılırmı?" Bu haqda biraz maraqlı olar mənə sizin fikriniz. Çünki düşünürəm ki, mənim kənardan baxan adam kimi mən elə görürəm. Bu gedirlər 2 dənə saytda xəbəri verirlər və bunun adına bərabər də qoyur PR deyirlər. Amma siz necə görürsüz məzmunu? Siz işin tam episentrindəsiz. Əslində 10 il əvvəl biz o işi başlamışdıq. Hı Yəni hı. peşəkar, PR agentliyi kimi və çox sayda, suallarla rastlaşırdıq Okay. ki, PR nə deməkdir? Hı hı. Və hal-hazırda heç kim o sualı vermir, lakin versəydi daha yaxşı olardı məncə. Niyə görə? Çünki çox yanlış bir fikir püxtələşib bizim cəmiyyətimizdə. Okay. PR-ı marketinqlə, reklamla çox çaşdırırlar. Qarışdırırlar. Qarışdırırlar və ümumiyyətlə, yəni bilirsiniz necə? Misal üçün hansısa video çəkirlər, foto, paylaşırlar, deyirlər ki, mən PR elədim. Hı hı. Ə, Məncə o, belə deyil. Ümumiyyətlə, yəni PR nə deməkdir? İctimaiyyətlə əlaqələr. Əlaqələr. Yəni əlaqə nə deməkdir? Yəni ünsiyyət, əlaqə qurmaq. Yəni misal üçün bir insan ki, harasa daxil olur, otağa daxil olur, deyirlər ki, geyimə görə onu qarşılayırlar. Aha. Düzdür? Misal üçün Bu arada buna mötərizə açaq, ona mən fərqli yanaşmam. Bir bədən dili eksperti olaraq bəli, bəli, fərqli mən yanaşacağam baxıram ona. sizin videolarınıza, çox maraqlıdır. Həm bədən dili, Aha. okey. Yəni xarici görünüşdən onu qəbul eləyirik, Okay. düzdür? Və əgər bizim, birinci İlkin təəssüratımız, təəssürat. bəli, normal deyilsə, əlbəttə ki, o insana daha çətin olacaq özünü göstərmək, özünə, yəni Əla. hansısa müsbət rəy, Mövqələndirmək, bəli, müsbət rəy almaq. qazanmaq. Həmçinin kampaniyalar, şirkətlər eyni. Yəni, mən razıyam ki, birinci addımlarda, yəni onlar, hansısa, belə deyim, bazara çıxanda birinci addımlar necə olursa, əlbəttə ki, bu işin yarımı, demək olar Yarısı ki, demək olar. bəli, yarısıdır, və onlara daha rahat olur. Çünki brand awareness dediyimiz bir, məqam, ondan sonra onu qazandırmaq çox çətin Çox olur. çətindir. Və bizdə, olmuşdu bəzi şirkətlər bizə müraciət eləyəndə ki, bizə gəlin çünki bir neçə şirkətlə işləmişik, çox pis oldu və sairə və ilaxır. Biz gəlirdik və görürdük ki, həqiqətən çox çətindir. Çünki artıq onların brendi, artıq onların adı yaxşı, mənada səslənmir də Səslənmir. və Reputasiya qəbul elə korlanıb demək bəli, olar ki. reputasiyaları çox aşağı səviyyədədir və onu, qurmaq üçün əlbəttə ki, sıfırdan olan, şirkətlərdən daha qat-qat çətindir və, müxtəlif üslublarla biz işləməli oluruq. Yəni ümumiyyətlə PR, baxımından PR o deyil ki, hansısa reklam, Saytda məlumat saytda və verilir. bəli, məlumat verildi və yazılır misal üçün. Filan, şirkət, misal üçün təqdimat elədi və sairə və ilaxır. PR o deyil. PR, ümumiyyətlə çox, hər tərəfli olmalıdır. Yəni həm orda influencerlar, cəlb olunmalıdır, həm, daxili, mühit daha, sağlam olmasına, biz də təsir etməyə çalışırıq. Niyə görə? Bəzən mənə deyirlər ki, bu PR işi deyil axı. Hı Biz hı. ona görə indi konsaltinqa Aha. HR daxil elədik və çox da uğurlu, işlər Vav, görürük. əla. Bəli, və çünki daxildə olan atmosfer əlbəttə ki, xarici, yenə də qayıdım şəxsi, belə deyim, münaqişəyə. Bir insan ki, özünü pis hiss edir
içəridə. O necə əlaqə qursun digər şəxslərlə? Əla. Razıyam. Çətinlik Çox çəkəcək, çətinlik əlbəttə çəkəcək. ki, və ona görə o sağlam olmalıdır, özünü rahat hiss eləməlidir ki, ünsiyyəti də rahat keçsin. Ruh sabitliyi Bəli, olmalıdır bəli, o insanda. mütləqdir. Ona görə də biz çalışırıq. İndi hansı şirkətlə işləyirik, daha çox həm HR-la məşğul olaq, həm də onların PR-ını aparaq. Yaxşı, indiki PR, belə deyək də, şirkətlərin sizə Hı sorğularını deyək hı. də, belə sorğular daha çox olur, yoxsa siz artıq yönləndirirsiniz ki, məsəl üçün deyirlər ki, Zərər xanım, biz istəyirik ki, nə bilim, X, Y, Z saytlarında filan məqalələr getsin və bitdi. Budur. Yəni siz orada yönləndirmələri artıq edirsiniz, yoxsa artıq buna daha çox kommersiya kimi də, okey də istəyirsən al sənin üçün yerləşdirək. Bu formada baş verir. Xeyr, Xeyr. kommersiya baxımından əlbəttə ki, kommersiya çox yaxşı bir Vacibdir. məsələdir, vacibdir, şirkət üçün Bəli. çox vacibdir, amma biz belə yanaşmırıq. Ümumiyyətlə başa salırıq və, yəni deyirik ki, bizim üslubumuz bu deyil. Hı Çünki hı. bu üslubla, şirkət daxili kimisə, misal üçün mütəxəssisi, götürüb Bunu edə ona bilər yəni rahat. bəli, ona sadəcə hansısa tapşırıqlar verərkən, onu edə bilərlər. Çox təəssüf ki, bizə Hı daha hı. çox, xaricilər güvənir. Vau, nə Bəli. maraqlı. Bizim üçün bu yaxşıdır əlbəttə ki, çünki mən Xarici ümumiyyətlə şirkətlərdən söhbət gedir xarici də. şirkət, hansısa xaricilər tərəfindən, qurulmuş bir brendlər, onlar daha bizə çox güvənir, nəinki bizim yerli insanlar. Yenə də ona Hı hı. qayıdıram ki, yerli biznesində çox yanlış bir anlayış var, PR, anlayışı. Anlayışı ilə bağlı. Bəli. Yaxşı, sizin fikrinizə görə bu PR mövzusu mənə görə bu PR mövzusuna biraz daha çox qalıram. Çünki, bunun nə dərəcədə effektiv bir əmsal olduğunu anlayıram və sənin, yaxşı kontentin varsa, həqiqətən də bunu, yaxşı, bunu belə deyək də, xəmirini yaxşı yoğurarsansa, kiçik məbləğlə böyük uğurlar əldə edə bilərsən. Yəni mən Belədir. bunu, öz, fəaliyyətimdə də görürəm bunu Hı ki, hı. məsələ PR budur. Yəni biri var, nə bilim, bir reklamı qoydum, $70, $100 qoydum və bu, circle gedir. Amma bir də var ki, yaxşı kontentin hazırlanması, məsəl üçün copywriting deyək də, yəqin ki, komandanızda copywriter olaraq fəaliyyət göstərən var. Yəni copywriterlıq requesti nə qədər alınır bu dəqiqə müştərilərdən? Yoxsa hazır kontent verilir ki, hazırlayın, bunu efirə verin? Copywriting ümumiyyətlə bu dəqiqə çox böyük zərər çəkir. Ona görə ki, AI, GPT var AI və məsələsi. bəli, çox, insanlar fikirləşir ki, elə ona mövzu, deyim, GPT yazsın və vəssalam. Amma, bu yanaşma da hələ də səhvdir məncə. Çünki əlbəttə ki, instrumentlərdən istifadə etmək olar. Biz də hansısa məqamlarda istifadə edirik. Lakin insan hansı ki istifadə edir, o mütəxəssis olmalıdır. Düzgün, yəni, orda iş gedir də. AI ilə də biz işləsək, orda iş gedir və, sadəcə hansısa mövzunu yazıb oradan mətni götürüb, paylaşmaq Copy düzgün paste-lə deyil. deyildi, bəli. Bəli, bəli, copy paste-lə deyil. Ona Yaxşı, görə AI nə çətindir. qədər işinizə mane olur və ya kömək edir? Kömək edir daha Kömək çox. edir. Bəli, Daha çox mən belə kömək edir. deyərdim. Zənginləşdirir də məzmunu başa düşdüyüm Bəli, qədərilə. bəli. Gün ərzində neçə saatınızı belə deyək də AI-yə sərf edirsiniz şəxs olaraq? Am, belə hesablamamışam, amma, az deyil, çox da deyil. Çünki ümumiyyətlə mən təzə-təzə qayıdıram, dekretdən qayıdıram işə. Ona görə, hal-hazırda, belə deyərdim, hardasa 1 saat, 1 saat 1 fərq. saat hardasa. Əla. Mən açığı, süni zəkanı demək olar ki, hər dəfə dostlarımızla və qonaqlarımızla müzakirə eləyəndə bunu danışırıq. Peşəkar adamlar bunu heç vaxt özlərinə təhlükə Hı görmürlər. hı. Çünki, deyir ki, yəni məni əvəzləyəcək, robotlar məni aparacaq, mən olmayacağam məsələsi deyil. Artıq başa düşür ki, sən bundan, istifadə edərsənsə, bu sənin demək olar ki, həyatına əlavə qatqı qatacaq və Belədir. məsələvi həll edəcək sənin. Biraz sizin bir fəaliyyətiniz də var, bloqerlıq belə deyək də, o sahədə var. Hansı ki, bəlkə də özünüz onu, belə deyək də, qəbul etməsəniz də belə, amma bu sima olaraq sizin də, bu fəaliyyətiniz var. Var ənənəvi media, belə deyək də, xətti və var indi insanların çox müraciət etdiyi bloqerlərdən olan, reklam belə deyək də.
Sizcə nə dərəcədə doğru prizmadır bu? Yəni insanlar artıq ənənəvi marketinqdən çıxıb daha çox ancaq influencer, marketinqə müraciət etmələri, düzgün yanaşmadırmı, yoxsa bu necə olmalıdır sizin fikrinizə görə? Mənim özümə görə bir konseptim var, amma siz peşəkar fikri maraqlıdır. Ümumiyyətlə mən belə deyərdim Hı ki, hı. blogerlər hal-hazırda çoxdur, amma onların Həddindən az sırasında çoxdur yəni. bəli, onların sırasında influencerlar azdır. Düzdür, Əla ifadə bizdə edirəm. bizdə çoxları elə blogerləri influencerlar adlandırır. Mən, bunun üçün də həmişə danışıram, deyirəm ki, bu, biraz başqa anlayışlardır və, düzdür, hal-hazırda, marketinq üzrə daha çox blogerlara üst tuturlar və Hı hı. onlardan istifadə edərək, belə deyərdim, hansısa produktu, hansısa, İrəli çəkirlər. bəli, məlumatı, irəli çəkirlər. Amma, hər bloger milyonlarla izləyici olan blogerlardan da danışa bilərəm. Hər bloger, onu sata bilməyəcək. Çünki, bəzi insanlar, misal üçün, biz izləyirik kimisə. Kimisə izləyirik ki, baxaq ki, bu gün nə geyinib. O, Okay, misal üçün, bizə hansısa mənzili göstərəndə heç mənzilə baxmayacağıq. O mənzili də, yəni, görməyəcəyik. Çünki baxırıq onun geyiminə. okay. Yəni hansısa insanı izləyirik, hansısa mövzuya görə və digər hansısa mövzu olanda o, yəni bizim beynimiz onu davranmır və ümumiyyətlə, biz scroll çox, tez O eləyirik. dəhşətdir yəni. Bəli, ona Ondan görə də danışmayın. məlumatlar çox gəlir. Ümumiyyətlə o, belə deyərdim, əvvəllər deyirdilər 1 dəqiqəlik video normaldır. İndi deyirlər ki, 20 20 saniyəlik. saniyə. 20 saniyə normaldır. Bəli, razıyam. Birazdan olacaq 5 saniyə ancaq və o, vaxt ərzində əlbəttə ki, biz kimi görürük, yəni o necə o məlumatı bizə ötürür, çox vacib bir məsələdir. Əlbəttə ki, bunun üçün mütəxəssislər çox belə güclü mütəxəssis çox azdır bizdə. Çox saniyə deyirsiniz, mən bizim komandada işləyən bir, SMM xanım var. Biz onunla həmişə danışanda, məsələn, 40 saniyə, 50 saniyə Hı video, hı. onları belə çox böyüdü, çox deyirəm ki, bəs mən məzmunu bura Bəli, çatdıra bəli. bilmərəm axı. Yəni bu 15 saniyə düşməlidir, 20 saniyə Hı. düşməlidir ki, insanlar çox tez keçir də. Belədir, O qədər sürətli keçir ki, yəni belədir. artıq düzdür, mən ona, getmirəm. Çünki yəni, zaten bütün hamı səni dinləyəcək deyə bir dünya yoxdur da. Yəni sən məlumatını çatdıracaq qədərində, yəni, Öz target hə, qrupuna. verəcəksən Hı ona hı. tutaq ki, yəni, düzdür 5 dəqiqə verməyəcəksən, 30 saniyə Hı hı. verməyəcəksən, amma verəcəksən 50 saniyə, amma həqiqətən də o məzmunu çatdıracaqsan. Çünki sən, bayağı danışmırsan ki, bir 10 saniyəlik məzmun çatdırasan da. Bu Belədir. bizim işimiz o deyil. Ona görə sən, keyfiyyətli məzmun çatdırmaq istəyirsənsə, o keyfiyyətli kütlə ki var, hansı ki, həqiqətən də o 100 nəfərdən 10 nəfər səni dinləyəcək, sənə, o 1 dəqiqəlik də olan videoya baxacaq. Bəs yaxşı, eee, ənənəvi marketinqi artıq insanlar bir kənara qoyub. Yəni mən bir çox, öndə gedən şirkətlərlə çalışıram, fərdlərlə çalışıram və baxıram ki, artıq onların büdcələmələrində, yəni marketinq Hı hı. büdcələmələrində demək olar ki, blogerlığa ayrılmış büdcənin 70-80%-idir. Yəni bu qədər aparır ha pulu mən sizə deyim və həmçinin blogerlara verilən məbləğlər də ucuz məbləğlər deyil. Belədir. Hara gedirik yaxşı belə? Məncə bu pis, hal deyil Tendensiya yaxşıdır. əslində. Tendensiya pis deyil. Sadəcə dediyim kimi mütəxəssislər daha çox olmalıdır ki, seçim, düzgün aparılsın. Mütəxəssis deyəndə bunun təhsili varmı Bakıda? Yəni kimsə gedib bunun təhsilini alır edir, yoxsa yox, sadəcə belə, amatör olur da, yəni bu lyubitelliklə, həvəskar olaraq baş verir? Məncə marketinq üzrə, bizdə, yəni fakültələr var. Hı hı. Necə orda oxuyurlar onu deyə bilmərəm. Çünki Xaricdə belə rast universitetlərdə artıq blogerlıq üzrə fakültələr var. var, Hə, var yəni bu, var. Ukraynada səhv etmirəmsə mən eşitmişəm bunu. Ümumiyyətlə mən, Ukraynalı, komanda ilə çalışarkən PR-ı öyrənmişdim, Eurovision, Eurovision. müsabiqəsində və ona görə də bilirəm ki, onlar, bu mövzularda öndə gedirlər və niyə də biz onlardan öyrənməyək məncə, çox yaxşı olardı və, yəni ümumiyyətlə marketinq
əlbəttə ki, dəyişəcək, daha çox dəyişəcək, öz üzünü, dəyişəcək. Çünki AI Yaxşı var. ifadədir. Bəli, Bəli. AI artıq var və AI ilə bağlı bəlkə bir neçə il sonra blogerlər də lazım olmayacaq. Aradan çıxacaq. Bəli, daha çox AI-dan istifadə edib öz hansısa simanı seçəcəklər, yəni Prototip create yaradacaqlar edəcəklər, da demək bəli, istəyirsiniz. yaradacaqlar və o onların bloqeri olacaq, influencerı olacaq. Maraqlıdır. Əslində, bir tərəfdən düz deyirsiniz. Məsələn, indi maskotlar düzəldirlər də, hansı ki, Hı, süni zəka ilə artıq, yəni olmayan aktyorlar, olmayan aktrisalar belədir. formalaşır və hətta filmlər çəkilir artıq. Yəni hətta bir neçə film izləmişəm, baxırsan ki, yəni tamamilə də hər şey demək olar ki, digitaldır və heç bir şey yoxdur. Maraqlı bir məzmun yadıma düşdü. Həmçinin bunu da sizdən danışaq. Sizin Eurovision təcrübəniz var da, yəni bu balaca bir təcrübə deyil. Bəli. Niyə son dövrlərdə bizdə bu biraz, belə deyək, o, aşağıya doğru gedir? Mənə maraqlıdır sizin fikriniz. Maraqlı Pauza sualdır. getdi. Maraqlı sualdır. Biz, çalışanda mən 7 il çalışdım Eurovision müsabiqəsi ilə. 1-ci ildən, 1-ci gündən belə deyərdim. Bizdə komanda işi çox, düzgün qurulmuşdu. Hı Mən belə hı. deyərdim. Düzdür, bir, çatışmamazlığı var idi. O ki, Azərbaycan tərəfindən daha çox onlarla mən ünsiyyətdə olurdum tək. Tək. 1-ci illərdə ümumiyyətlə tək idim prosesdə. Hı hı. İctimai, televiziya daha çox, administrativ işlərlə məşğul Aha, okey. olurdu. Mən isə Təşkilati iş. kreativ, Hə, bəli, kreativ. kreativ və komanda ilə, Ukraynadan komanda olmuşdu, İsveçdən komanda olmuşdu. Bəzi illərdə bizdə digər Avropa ölkələrdən, hətta Amerikadan, mütəxəssislər var Wow, idi. Misal üçün Safuranın ilində bizdə Beyoncé-nun xoreoqrafı var idi. wow. Michael Jacksonu çəkmiş, rejissor var idi. Ya, full Celine staff var idi Dion'un orada, yəni. stilisti var idi. Bəli, yəni ümumiyyətlə çox maraqlı insanlar var idi. Mənim üçün bu inanılmaz bir təcrübə idi. Məncə də yəni. Bəli, belə idi. Və hər şey, düzgün qurulmuşdu. Hal-hazırda belə deyərdim. Məncə tam şəkildə onu, yəni, sübutlarım yoxdur, amma hansısa sxem düzgün qurulmayıb məncə və onu biraz dəyişdirməklə daha yaxşı nəticələrə gəlmək olar. Çünki bizim ümumiyyətlə Azərbaycan xalqı çox istedadlı xalqdır. Oxuyanlar, gənclər, hətta mən baxıram nə qədər istedadlı gənc var bizdə və onları, ora cəlb edib, onlardan hansısa maraqlı bir obraz yaradıb, hansısa maraqlı mövzu ilə çıxmış, ora, yəni ifaçılar daha uğurlu, yəni Yırta bilər nəticələr deyirsiniz. bəli, götürə bilər. Məncə belədir və, belə deyərdim, mövzular, xarici görünüş düzgün seçilmir. Mən belə görürəm. Çünki mən əvvəl yadımdadır ki, camaat belə gecədən səhərə kimi otururdu, Belə baxırdı. idi, Yəni bəli. çox belə həyəcanla. Ruhdan düşüb bizim fanatlar. Bu çox belə Nə, net vurğuladınız. Yəni indi sanki səhər durursan ki, hardasa yazıldı ki, nə Eurovision oldu, keçdi. olmuşdu da. Hə, yəni ki, kimsə oxudu, nəsə elədi. Təəssüf, təəssüf. Çünki əslində Avropada bu, müsabiqə hələ də öz, yəni, Saxlayıb hə, o bəli, saxlayıb. Vesin deyə də o öz Bəli, şeyini bəli, saxlayıb. bəli. Yəni mühüm bir hadisədir, mühüm bir, müsabiqədir və ona görə çox istərdim ki, əlbəttə ki, bu il o daha maraqlı olsun bizim tərəfimizdən və daha maraqlı bir nömrə olsun. Görürsüz, maraqlı yanaşma dediniz, çox əla vurğuladınız. Məncə burada artıq bir bir portret formalaşır da. Yəni mövzuya professional adam yanaşanda, məzmunu o həll edəndə və ya onun qruppası həll etdikdə ortada nəticə olur. Və Belədir. nəticəni də siz vermisiniz də, yəni ki, bunu bütün Azərbaycan bilir də. Yəni və nəticə olur. Amma mövzuya təşkilatı olsun və yaxud belə deyək də, yaradıcılıq tərəfi olsun belə. Təşkilatı tərəf düşünürəm yaxşıdır, amma yaradıcılıq tərəfində sıxıntılar olduqda baxırsan ki, ortada Belədir. yəni bizim gördüyümüz səhnə çıxır ortaya da. Musiqi ilə yaddan çıxmayıb pianino demək olar ki, yoxsa yox?
biraz yaddan çıxır artıq. Yadırgamısınız. Bəli, çünki axırıncı konsertimiz 21-ci il idi. Vau! O qədər niyə bu Bəli. qədər böyük ara? Biraz belə alındı, çünki ailə qururdum, Əla. ana oldum ona görə. Təbrik edirəm. Çox sağ olun. Amma, ümumiyyətlə fortepianosuz mən qala Qala bilmirəm. bilmirsiniz. Yəni bir müddət sonra qayıtmağı düşünürəm. Axırıncı konsertimiz Legend of Fire trio kimi Ceyla Seyidova, Arslan Növrəsli Hı ilə hı. birgə biz Moskva şəhərində vermişdik və çox uğurlu olmuşdu və o konserti əslində biz Azərbaycanda da vermək niyyətindəyik. Baxaq görək, nə Ə, vaxt olacaq. Əslində bu sualı vermək istəyirdim ki, konsept konsertlər var da. Mhm. Məsəl üçün, bir neçə dəfə iştirak etmişəm bəzilərində. Həqiqətən də fərqli bir ampulaya girirsən də. Bu belə ənənəvi konsert formatı deyil də. Orda xüsusi hətta biraz fəlsəfi, formatda olan konsertlər olur. Yəqin ki, bilirsiniz də kimləri nəzərdə tuturam. Yəni, sizin, çünki həm təcrübəniz var, həmçinin, bilik, bacarığınız var da bu sahə üzrə. Yəni bu formatda konsertlər təşkil etmək planlaşdırırsınızmı? Yoxsa insanlar onu istəmir, insanlar belə ancaq belə, fərqli ab-havada olan konsertlər istəyir? Yox, insanlar bunu istəyir İstəyir. və, yenə də dediyim kimi mənəvi qida çox vacibdir insanlar üçün. Əlbəttə ki, hər kəs onu, başa düşmür. Hı hı. Belə deyim, kütləvi konsertlər, kütləvi tədbirlər başqa, amma, belə deyərdim, adlandırardım, butik, elit, Əla, qəşəng. hansısa belə, niş Əla. konsertlər, onlar başqa və sevinirəm ki, bizim həm teatrımızda, həm musiqi tərəfində, həm ümumiyyətlə tədbirlərdə bu baş verir. Yəni müxtəlif, təşkilatlar, müxtəlif insanlar, çox istedadlı rejissorlar tərəfindən bu qurulur. Və əlbəttə ki, mən öz növbəmdə bunun tərəfdarıyam. Hətta ikinci mənim şeirlər toplusunun, təqdimatı belə qurmuşdum. Muğam mərkəzində olmuşdu. Aha. Əvvəl biz, qısa metrajlı bir film göstərdik, özümüz Hı çəkdik. hı. Toplusunun adı "Hər şey sənin əllərindədir", rus dilində gedir. Aha. "Всё в твоих руках". Və, eyni adlı bir qısa metrajlı film çəkdik. Onun ssenari müəllifi mən oldum və o filmdən sonra konsert başlandı. Həm özüm ifa eləyirdim, həm dostlarım ifa eləyirdi. Musiqi nömrələri, sonra poeziya belə qarışdırmışdıq. Qarışdırırsınız. Bəli, amma ondan da maraqlı əlbəttə ki, ondan da hansısa dərin, mənalı tədbirləri biz etmək niyyətindəyik və bir sirr açım da Aha, buyurun. sizin üçün. Elə dünən, mahnı teatrın, direktoru, dostum, rəfiqəm, Ülviyə Vəliyeva ilə biz görüşmüşdük və orada da belə, tədbirlərin keçirilməsinə biz start verəcəyik Gözəl. inşallah. Həqiqətən Bəli. keyfiyyət əmsallı olan məzmunlar həmişə, fikir cəlb eləyir. Bayaq siz butik konsert dediniz və belə deyək, professional Bəli. konsertlərdən dediniz. Mən hazırda Amerikada da, distant təhsilimi davam etdirirəm və, mənim, Danimarkadan mentorum var, hansı ki, Wow. biz ayda, 3 dəfə, 4 dəfə mentorluq Mhm. eləyir bədən dili ilə bağlı mövzularda. Eee, bir sual verdim ona ki, bəs, adı Nadya, dedim ki, Nadya, bəs, bu şeylər bu qədər mənə lazım deyil də. Yəni bu şeylər heç vaxt məndən Mhm. soruşulmayacaq, heç vaxt məndən istənilməyəcək də. Yəni neynirəm də mən bu modulları oxuyum da. Mhm. Çünki bu modullar məndən, həyatda çox az rastlaşacaq. Bəlkə heç vaxt rastlaşacağım bir mövzu deyil. Mənə maraqlı bir şey dedi ki, sən elit professionallığı əldə etmək istəyirsənsə, ya elit Mhm. professionallıq sözü həqiqətən də mənə bir, şey Başqa. verdi. Professionallıq eşitmişəm, Mhm. elit sözü eşitmişəm, amma elit professionallıq Professionallıq. mənə biraz şey gəldi, daha kübar gəldi mənə. Aha. Dedi, əgər elit professionalizm istəyirsənsə, sənin mütləq şəkildə bu modulları oxuman lazımdır Mhm. və doğrudan da fərqinə varırsan ki, yəni, səndən, üz əzələlərinin adlarını bəlkə də həyatda heç vaxt səndən istəməyəcəklər, amma sən daxilən, bu məzmuna, sahib olursansa, sən daxilən bilirsənsə bu mövzunu, həqiqətən də o
imzada o elit professionallıq demək olar ki, öz təsirini göstərməyə başlayır. Yəni Belədir. Məncə bilirsiniz necədir? Ümumiyyətlə, həyatımız belə gətirdi ki, biz hər mövzuya çox kommersiya yönümlü baxırıq. çox əla. Amma, lakin hər mövzuda mənəvi hansısa bir yük var və ümumiyyətlə niyə indi bədii, misal üçün kitabları oxumurlar? Daha çox, hansısa peşəkar, Peşəkar kitablara, kitablar, bəli, bəli. daha üst tuturlar və çox, belə deyim də, yuxarıda olan məlumat, dərinə getmək çox çətindir indi insanlar üçün. Niyə görə? Çünki beyinlər çox az işləyir və bizə də belə gəlir ki, sürətli bu həyatımız çox sürətli gedir. Çox. Mən niyə bu məlumat lazımdır? Niyə o məlumat, bunu atım qırağa, bunu atım qırağa. Lakin insan bir çox, belə deyim, maraqlı, dərin bir şəxsiyyət olmaq istəyirsə, hər hansı peşəyə aid olsun belə, yəni onun bu dərin biliklərinə, yəni çox böyük Sahiblənmən ehtiyac lazımdır. var. Çox, belə incə nota vurdunuz da indi də. Doğrudan da belədir. Yəni mən indi, tanışlar görəndə ki, məsəl üçün mən Oscar Wilde oxuyuram, nə bilim, Mhm. Jose Saramago oxuyuram. Nəyvə lazımdır bu sənə bu kitab? Yəni get John Navarro-vu oxu, nə bilim Mhm. David Matsumoto-nu oxu. Amma həqiqətən də çox əla vurğuladınız. Yəni əgər sən dərinini istəyirsənsə ki, yəni fərd kimi yox, belə deyək də, peşəkar, keyfiyyətli Bəli, peşəkar olmaq istəyirsənsə, sənin Əliağa Vahid oxuman lazımdır. Sənin mütləq. Mozart dinləmən lazımdır. Həqiqətən, yəni mən Əliağa Vahid oxuyanda adətən deyirlər ki, sən hara belə qəzəl hara, neynirsən yəni də bu nə əlaqəsi var bu məzmunlarında? Doğrudan da hətta qəzəlin hansısa birini əzbərə dedikdə insanlarda biraz ab-hava olunur ki, yəni sən belə rus dilində danışan adamsan, sən hara, qəzəl haradır. Amma doğrudan da çox əla vurğuladınız. Yəni bədii ədəbiyyat oxuyanların sayı azalır. Yəni azalıb daha doğrusu. Təəssüf, Yəni təəssüf. baxırsan ki, psixologiya olan şelfla belə deyək də, piştaxtada daha çox psixologiya kitabları Mhm. oxuyurlar. Nə bilim, insanı necə aldadım, insanı necə manipulyasiya edim. Bu daha bulvarna knjiqdə belə deyək, o Bəli, kitablar bəli. daha çox cəlb edib. Nəinki, nə bilim, inanmıram indi Dostoyevskinin İdiotunu oxuyan var və Çox yaxud az sayda insanlardır və, biz, 2008-ci ildə mən belə bir aksiyanı başladım. Bir neçə il o kitab keçib. hədiyyə ver. Yox, Belə bir aksiya kitabla da var idi. maariflən. Kitabla maariflən aksiyası keçmiş Fəvvarələr meydanında, Aha. fəvvarələrin üstündə biz otururduq Yadıma düşür. plakatlarla və sairə və o ərəfədə gənclər ümumiyyətlə oxumurdu. Sonra o ki bizdə kitab mağazaları böyüdü, Bəli, bəli. şəbəkələr yaradıldı. Mənim üçün bu çox sevindirici bir hal oldu. Amma görəndə ki o Orda nəyi yəni orada oxuyurlar? nəyi oxuyurlar, biraz məyuslənirəm. Lakin, belə deyərdim də, dediyiniz kimi, yəni həyat özü çox rəngarəngdir. Çox dərin bir, yəni, heç kim onu Dərk eləyə tam bilmir. dərk edə bilmir. Əlbəttə ki, onu dərk etmək istəyən insan həm, dinləri, daha dərin, öyrənmək istəyir, həm bədii kitablara üst tutur, həm, klassik musiqiyə qulaq asır. Yəni bu insanın özündən asılıdır əlbəttə ki, lakin bunun PR-ı da düzgün qurulmalıdır ölkə daxili ki, insanların buna həvəsi olsun Bəli, və razıyam. kütləvi informasiya vasitələri ona bir, dəstək olmalıdır. Razıyam. N Hələ ki, bu dəstək çox azdır, çox təəssüf, amma inanıram ki, bunu da dəyişmək olar. Məncə mütləq dəyişəcəyik. İnşallah. Həqiqətən sizi burada görmək mənim üçün çox xoş oldu. Çox Çox sağ sağ olun olun. ki, vaxt ayırıb gəldiniz. Çox sağ olun dəvətinizə görə. Təşəkkür Təşəkkür edirəm. edirəm. Çox sağ olun.